İmam Sadiq əleyhissalam bu ayəni buyurduqda, bu aya barəsində deyək ki, İmam Hüseyn əleyhissalam özündən bircə 70 nəfər Rəcadda qayıdacaqlar. Onların qızıldan zirehləri olacaq. Hər birinin qızıldan zirehləri olacaq və zirehlərinin də iki tərəfi olacaq. Və onlar artıq rəcat etdiyi zaman möminlərin qəlbində onlara qarşı itminan yaranacaq və möminlər artıq dəqiq şəkildə biləcəklər ki, bu nə dəccal deyil, nə də şeytan deyil. Və artıq möminlərin qəlbində itminan yaranacaq və belə bir güvən formalaşacaq ki, bu İmam Hüseyn əleyhissalamdır. Bu güvən formalaşana qədər İmam Mehdi əleyhissalam da onların arasında olacaq. Və artıq möminlərin qəlbində ki, bu güvən formalaşdı və artıq möminlər dəqiqləşdirdilər ki, bu İmam Hüseyn və onun özü ilə birgə qayıtdığı şəxslərdir. Artıq o dövrdə, o zaman İmam Mehdi əleyhissalama nədir?